Qəbul imtahanına düşə biləcək maraqlı bir sualın izahına baxaq gəlin bir yerdə. Biz bilirik ki, y üzərində x-in törəməsi bizə elə özünü verir, yəni y x-ə bərabər olur. Amma y üzərində müəyyən bir f(x) funksiyası olarsa, biz bunun törəməsini tapdığımız zaman y üzərində f(x) funksiyası f(x) funksiyasının törəməsinə vurulur. Bu qaydanı misala tətbiq eləsək, o zaman biz alarıq y üzərində x kubu çıxılsın 1 vurulsun, x kubu çıxılsın 1-in törəməsi. Bunu hesabladığımız zaman y üzərində x kubu çıxılsın 1 vurulacaq. X kubunun törəməsi 3x kvadrat eləyir. 1-in törəməsi 0 verir. Biraz da bunu estetik cəhətdən gözəlləşdirsək, 3x kvadratı y üstü x kubu çıxılsın 1 formasında yazarıq. Yəni f(x) funksiyasının törəməsini aldıq. İndi isə törəmədə x-in yerinə 1 qoymalıyıq. Gəlin yuxarını silim, davam eləyək. Törəmədə 1-i yerinə qoyduğumuz zaman 3 vurulsun 1-in kvadratı, y üstündə 1-in kubu çıxılsın 1 alarıq. Və bu da bizə 3 vurulsun y-nin üstü 0 verər. İstənilən ədədin üzərində 0 olduğu zaman cavab nəyə bərabər olur? 1-ə bərabər olur. Bu da bizə 3 cavabını verir, yəni A variantı.